məhz bu məclisin ünvanına təşrif buyurub. Mən ilk öncə kollektivimizin həmi bədii rəhbəri, həmi bu kollektivi bura dəvət edən, həm də öz nəğmələrinlə ürəkləri, könülləri oxşamağa bacaran elimizin, obamızın gənc sənətkarı Ramiz Tağıyev. Mən sizləri ürəkdən salamlayıram. Allah sizləri var eləsin deyirəm. Və həmçinin Ramiz bəylə bərabər bizim el qızımız, nəğməli qonağımız, mavi ekranlarımızın yaraşığı, xanımlar xanımı, gözəllər gözəli Hülya xanım, bizim dəyərli sənətkarımız Zülfiyə xanımın qardaşının digər parəsi. Mən sizləri ürəkdən salamlayıram. Allah sizləri var eləsin deyirəm. Və sizlərlə bərabər bizləri arxada əyləşən, müşahiət edən musiqiçilərimiz Vüsal bəy, Sintisat rifası Səbuhi bəy, Allah sizləri var eləsin deyirəm. Və nəfəs alətinin marifası Şöhrət qardaşım, çox minnətdaram. Ritim alətinin marifasıları Röyal bəy, Ural bəy, Allah sizləri var eləsin. Həm kitara, həm sazın ifarıcısı Sətəm qardaşım, sizləri öpürəm, bağrıma basıram. Səs rejissorumuz, qardaş olur, sizlərə minnətdaram. Bugün bu məhsin əzab əziyyətlərini öz çiğlərində daşıyan Aylin Üstüyasının kollektivinə Bayram bəy başda olmaqla, Vüqar qardaşım, mənim adaşım, İsmət, sizlərə minnətdarıq. Deyirəm, Ramiz, vaxt almağımıza dəyməz. Bir gözəl nəğmə səsləndirək. Operator dostlarımıza, qardaşlarımıza şərait yaradaq ki, qonaqlarımızın hər birini iri planda göstərməyə bacarsın. Buyurun.